Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə Rasulillah və ba'd. Növbəti məsələdə Şeyx Hafizəhullah gətirir ki, şurutul kəlam, yəni danışığın şərtləri. Və bu məqamda, yəni danışacağımız şeylər barəsində diqqətli olmağınızı tövsiyə edirəm. Çünki bu danışacağım şeylər, yəni şeyxin gətirdiyi məsələlər elə şeylərdir ki, insan öz həyatında bu şeyləri tətbiq etməlidir. Sadəcə nəsihət olaraq yox, sadəcə eşitmək olaraq yox. Yəni bunu tətbiq eləsən, insan üçün uğur qazandırır. Allah Taala'nın izni ilə. Və Şeyx Hafizəhullah buradakı elə məsələlərə toxunur ki, insanın islah olmasına ən çox yardım edən məsələlərdəndir. Və insan islah oldusa, nə qazanır? Dünya və axirət xoşbəxtliyi qazanır. Şeyx Hafizəhullah buyurur ki, şurutul kəlam, yəni danışığın şərtləri. Buyurur ki, "İ'lem allamaniyallahi və iyyək." Bil ki, Allah məni və səni öyrətsin. Enne lisaneke adatun muslatun yetagalabu aleyhi aqluke ve gadabuke ve havak. Fe kullun galibun aleyhi mustemti'un bihi ve sarifuhu fi mehabbetih. Fe izâ galebe ala lisanike aqluke fehuve lek. Ve in galebe aleyhi şey'un min eşbâhi ma semmeytu leke fehuve li'aduvik. Fe izâ isteta'te أن تحتفظ به وتصونه فلا يكون إلا لك ولا يستولي عليه أو يشاركك فيه عدوك فافعل. Şeyx Hafizəhullah buyurur ki, qardaşlar, bil ki, Allah məni və səni öyrətsin. Dilin hər an kəsməyə hazır bir alət kimidir. Yəni, kəsici bir alət kimidir. Diqqət edin, buyurur ki, ağlın, qəzəbin və nəfsin onun üzərində hakimiyyət uğrunda yarışırlar. Kim ona qalib gəlsə, dildən o istifadə edər və onu öz istəyinə yönəldir. Əgər ağlın dilinə qalib gəlsə, o sənindir. Yox, əgər qəzəb və nəfs ona qalib gəlsə, o düşməninin xidmətindədir. Əgər dilini özündə saxlamağa, qorumağa gücün çatırsa və onun yalnız sənin tərəfindən olmasını, düşməninin ona sahib çıxıb əleyhinə istifadə etməməsini bacara bilirsənsə, bunu mütləq et. Baxın, Şeyx Hafizəhullah gözəl bir kəlam etdi burada. Buyurur ki, dil nədir? Hər an kəsməyə hazır bir alət kimidir. Və sonra dedi ki, ağıl, qəzəb və nəfs, bu üç şey sənin dilinə hakim olmaqda, yəni dilinin üzərində hakimiyyət qurmaqda ya bir-birlərlə yarışırlar. Və bu üç şeydən sadəcə biri sənin qurtuluşundur. Yəni o da nədir? İnsanın ağlının dilinə hakim olması. Əgər ağlın dilinə hakim oldusa, yəni sən düşünüb danışırsansa və o dilinin səni hansı faydalara aparacağını bilirsənsə və hansı şərlərə aparacağını bilirsənsə və ağlın onu idarə etdiyi müddətcə sən xeyir içərisindəsən. Yox, əgər dilini ağlını buraxsan, yəni ağlın dilinə hakim ola bilməsə, o zaman mütləq bu iki şeydən biri sənin dilinə hakim olacaq. Ya qəzəbin, ya da nəfsin. Ya qəzəbindən nə gəldi danışacaqsan, ya da nəfsinə, öz havana uyub nə gəldi danışacaqsan. Fikir verin. Və sonra buyurur ki, ağlın dilinə qalib gəlsə, o sənindir. Yəni dil sənindir. Onu saxlaya biləcəksən, idarə edə biləcəksən, xeyrinə istifadə edib zərəri uzaqlaşdırmaq üçün istifadə edə biləcəksən. O sənin xidmətçin olacaq. Yox, əgər qəzəb və nəfs ona qalib gəlsə, düşməninin xidmətindədir. Nəfsinin və şeytanın xidmətindədir. Yəni sənin əleyhinədir. Və əgər buyurur ki, Şeyx Hafizəhullah, əgər sən dilini saxlaya bilirsənsə, qorumağa gücün çatırsa, düşmənə vermirsənsə və bunu bacarırsansa, bunu mütləq etməlisən. Və sonra buyurur ki, Qâlel Mərdaviyyu rahiməhullah وَعْلَمْ أَنَّ لِلْكَلَامِ شُرُوطًا لَا يَسْلَمُ الْمُتَكَلِّمُ مِنَ الزَّلَلِ إِلَّا بِهَا وَلَا يَعْرَى مِنَ النَّقْصِ إِلَّا بَعْدَ أَنْ يَسْتَوْفِيهَا وَهِيَ أَرْبَعَةُ شُرُوطٍ. Mərdavi rahiməhullah buyurur ki, bil ki, və burada alimlər وَعْلَمْ niyə görə gətirir? Yəni bil ki, diqqət çəkir. Yəni bu kəlamlar diqqət elə. Bil ki,
danışığın şərtləri var. Yəni insan boş-boşuna danışmır. Onun da şərtləri var ki, o şərtləri yerinə yetirdiyin müddətcə sən xeyir içərisində olacaqsan. Buyurur ki, danışan kəs bu şərtlərə əməl etməsə, xətadan xilas ola bilməz və nöqsanlardan uzaq qala bilməz. Və bu şərtlər də hansılardır, qardaşlar? Buyurur ki, vahiyyə ərbəətü şurutin. Yəni, danışığın 4 şərti var. Diqqətli olaq. Onlardan birincisi odur ki, فالشرط الأول أن يكون الكلام لداع يدعو إليه إما في اجتلاب نفع أو في دفع ضرر. Birinci şərt odur ki, danışmağa bir ehtiyac olmalıdır mütləq. Bu ya xeyir əldə etmək və ya bir zərəri dəf etmək üçün olmalıdır. Yəni bu şərtlə danış. Ya o danışıqda xeyri əldə edəcəksən, ya da ki, zərərdən uzaqlaşacaqsınsa danış. Bu birinci şərt. والشرط الثاني ikinci şərt أن يأتي به في موضعه ويتوخى به إصابة فرصته. Sözü öz yerində və məqamında deməlisən və onun düzgün vaxtını gözləməlisən. Yəni insan necə gəldi danışılmalıdır. Sən o sözü öz yerində deməlisən, çünki söz yerində deyildikdə qiymətli olur. Və o sözün münasib olduğu fürsəti axtarmalısan. Bu da ikinci şərt. Və şərtu thəlith, üçüncü şərt, ən yəqtəsirə minhu alə qadril həcə. Sözü yalnız ehtiyac olduğu qədər deməlisən. Ehtiyac olduğu qədər danış yəni. Ona ki, deyirlər, qısa və öz. Qısa və öz danışmaq. Bəzən görürsünüz ki, insanlar, yəni ətrafında olan insanlardan bəziləri bu cür olurlar. O insanlar danışanda sənin ürəyindən keçir ki, kaş ki bu sussaydı. Niyə görə? Ehtiyacında, qədərində danışmadığına görə, hikmətsiz danışdığına görə, boş danışdığına görə sənin ürəyindən təmənni keçir ki, kaş ki sussaydı. Və bu insanı bu hala salan odur ki, yəni həmin bu Şeyx Hafizullahın İmam Məvardi Rahiməhullahdan gətirdiyi bu şərtlər. Yəni buna əməl edirsə, həm insanın cəmiyyətdə, həm dostlarının yanında, həm qardaşlarının, yəni ümumiyyətlə cəmiyyətdə insanın hörmətli olmasına, hikmətli olmasına səbəb olur. Ona görə danışdınsa, qısa və öz danışmalısan. Elə etmə ki, o danışıq səni yəni hörmətdən salsın. Və həmçinin sələflərdən biri belə deyərdi ki, yəni elə danış ki, insanlar sənin danışmağın üçün darıxsınlar. İnsanlar sənin danışmağın üçün darıxsınlar. Və şərtur rabi'u və dördüncü şərt isə qardaşlar, ən yətəxəyyərəl ləfzəlləzi yətəkəlləmu bihi. Və dördüncü də mühüm şərtlərdən biridir. Buyurur ki, danışacağın zaman sözləri diqqətlə seçməlisən. Danışacağın zaman sözləri diqqətlə seç. Bəli. Və sonra buyurur ki, Şeyx Hafizəhullah və deyilir ki, dillərin ən xeyirlisi boş sözdən qorunub saxlanılan dildir. Sözlərin ən xeyirlisi isə ölçülü olandır. Yəni ölçülü, az. Əgər susmaqdan daha fəzilətli bir sözün varsa danış və bu danışığını ağır başlılıq və gözəl ədəb ilə bəzə. Yəni insan ona görə Şeyx Hafizəhullah ona diqqət eləmək istəyir ki, sənin nə qədər xeyirli dil istəyirsənsə, o dili boş sözlərdən qoruyacaqsan. Və xeyirli söz istəyirsənsə, nə edəcəksən? Ölçülü olanı danışacaqsan. Və danışına fikir verəcəksən. Və sonra Şeyx Hafizəhullah buyurur ki, qardaşlar, Əl-kələmü tayyibu min husnil xuluqi. Xoş söz gözəl əxlaqdandır. Buyurur ki, Tirmizi və İbn Məcənin rəvayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləmdən soruşurlar. Buyurur ki, nə barədə soruşurlar? Ən əksəri şeyin yudxilun nəsə əl-cənnə. Yəni, Peyğəmbərdən insanların cənnətə daxil olmasına ən çox səbəb olan şeyin nə olduğunu soruşulduqda Allah Resulü sallallahu aleyhi və səlləm bu cür cavab verir. Təqvallah və husnul xuluq. Allah qorxusu və gözəl əxlaq. Allah qorxusu və gözəl əxlaq. Və buyurur ki, və kənə nəbi sallallahu aleyhi və səlləm min husnul xuluqi aləl qimmətil aliyə və alə zirvətis sənəm
ومدحه الله رب العالمين بذلك وأثبته له فقال الله جلت قدرته في حق نبيه صلى الله عليه وسلم إنك لعلى خلق عظيم. Və Allah Resulü sallallahu aleyhi və səlləm necə ki bilirsiniz qardaşlar, gözəl əxlaqda və gözəl əxlaqda uca zirvədə idi və ən yüksək məqamda idi. Nəbiyyuna sallallahu aleyhi və səlləm. Və aləmlərin Rəbbi olan Allah subhanahu və teala, qədri uca olan, onu bu xüsusiyyətinə görə Quran-ı Kərimdə tərifləyir. Və öz Resulü haqqında buyurur ki, وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ. Həqiqətən sən böyük bir əxlaq üzərindəsən. Yəni Şeyx Həfizəhullah burada ona diqqəti çəkmək istəyir ki, qardaşlar, yəni gözəl danışıq, insanın gözəl danışması, onun sözünün seçib danışması, boş kəlamlardan uzaq olması, bütün bunlar hamısı nə ki indiyə kimi saymışdıq, bunlar hamısı gözəl əxlaqdandır. Və gözəl əxlaq da insanı cənnətə salan ən böyük səbəblərdən iki səbəbdən biridir, qardaşlar. Onlardan birincisi təqvadır. Təqva. İkincisi isə gözəl əxlaq. Və sən nə qədər sözlərinə diqqət etdikcə, insanlara gözəl sözlə getdikcə, öz nəfsini o pis şeylərdən, pis sözlərdən qoruduqca buna müvəffəq olacaqsan. Yəni gözəl əxlaqa. Və sonra buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm İmam Əhməd və Hakimin rəvayət etdiyi, səhih isnadla rəvayət etdiyi hədisdə buyurur ki, İnnəmə bu'ithtu liutəmmimə salihəl əxlaq. Mən nəyə görə göndərilmişəm? Ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm. Və həmçinin buyurur ki, وَمَعَ أَنَّ اللّٰهَ عَزَّ وَجَلَّ وَصَفَ النَّبِي صلى الله عليه وسلم بأنه في الخلق بهذه المثابة التي قال في محكم التنزيل وإنك لعلى خلق عظيم إلا أن النبي صلى الله عليه وسلم كان إذا قام من أجل أن يقوم الليل ويصلي بالليل لله رب العالمين. Və fikir verin, burada şeyx gözəl bir məsələ misal çəkir. Allah Resulü sallallahu aleyhi və səlləmin həyatından, qardaşlar. Allah Resulü sallallahu aleyhi və səlləmi biz bilirik ki, və şeyx də qeyd etdi ki, Allah Teala gözəl əxlaq nümunəsi kimi göstərir bizə. Allah Resulü sallallahu aleyhi və səlləm ən uca əxlaqın üzərində idi. Və şeyx buyurur ki, bununla yanaşı, baxmayaraq ki, baxın, Allah Teala, uca Allah Quranda Peyğəmbəri bu cür əxlaq baxımından bu dərəcədə vəsf edərək, hansı ki, Qələm surəsinin 4-cü ayədə deyir ki, sən ən uca əxlaq, ən əzəmətli əxlaq üzərindəsən. Bu cür tərifləməsinə baxmayaraq, Allah Resulü sallallahu aleyhi və səlləm neyinirdi? Gecə namazlarına qalxdıqda, hansı ki, aləmlərin Rəbbi üçün gecə namazı qıldıqda, istiftah duasında bir dua eləyirdi, qardaşlar. İndi o duanı zikr edilir inşallah. Baxın, Allah Resulü sallallahu aleyhi və səlləm və yaxud da onun əshabı elə bir yol üzərində idilər ki, onlar heç vaxt onlar barəsində gələn o müjdəli xəbərləri onlara arxayın olmurdular, qardaşlar. Fikir vermişsiniz yəqin ki buna. Yəni, heç vaxt deməyiblər ki, mən barədə Allah subhanahu teala ayə nazil edib, mən də sahabələrdənəm, Allah məndən razıdır, mən də onlardan vəssalam, arxayınlaşım. Xeyr, daim narahatçılıq içində idilər. O münafiqlər barədə nazil olan ayələri, onlar elə zənn edirdilər ki, onlara nazil olub ayələr. O cür qorxuya düşərdilər. Baxmayaraq ki, bugün insanlar Quranı oxuyurlar cüzlərlə, xətimlərlə, amma Quranın ayələrini sadəcə Qurandır deyə oxumayın, qardaşlar. Çalışın, o ayələr sizlərin qəlblərinizə xitab eləsin. Mömin insan heç vaxt o kafirlər barəsində olan ayələrdən və yaxud da ki, yəni münafiqlər olsun və digərləri, hansı ki Allah Teala Quran-ı Kərimdə onlar barədə əzabla müjdələyib. Bu ayələri sadəcə mənə aid deyil deyib keçmək olmaz. Fikirləş, Allaha sığın o şeylərdən, o sifətdən olmaqdan çalış, Allaha sığmasan və çalış ki, bax ki, məsələn, Allah Teala niyə görə məzəmmət elədi? Oxuyursan, məsələn, münafiqlərin vəsfini oxuyursan. Allah Teala buyurur ki, onlar namaza qalxdıqda tənbəlliklə qalxarlar. Və sən çalış ki, bundan özündən böyük bir dərs götürəsən. Dərs götür ki, ya Rabbi, mən bunlardan olmayacağam. Mən öz namazıma vaxtında qılacağam. Mən namazına diqqət edəcəm. Tənbəlliklə qalxmayacağam. Və digər, bu sadəcə bir nümunə idi. Digər məsələlərdə də bu cür olmalıdır, qardaşlar. O həmən kafirlər barəsində
olan ayələrdən də insan ibrət götürməlidir. Bəli, sən müsəlmansan, Allaha təslim olmusan, buna görə həmd elə Allaha. Lakin onlar barəsində nazil olan şeylər, baxın, diqqət edin ki, bu insan həqiqətən də fikrindəndir, qardaşlar, fəqih olmasındandır. Nədir o fəqih olmasından? Fəqih olmasının əlamətidir ki, baxır ki, bax, kafirlər, o əzab əhli, Allah Teala onları Quran-Kərimdə zikr eləyir. Niyə görə onlar bu müsibətə düçar olurlar? Baxırsan ki, kibri səbəbi ilə, günahları səbəbi ilə, aha, deməli kibir var, günah var, böyük günahlar var. Deməli bu günahlar məni də həlak eləyə bilər. Mən bundan yan qaça bilmərəm. Və bundan Qurandan tədəbbür eləmək. Allah Teala nə buyurur? Əfələ yetədəbbərunəl Qur'an. Yəni siz hələ də Quranı fikirləşmirsiniz. Və Quranı fikirləşmək budur, qardaşlar. Sən hər bir şeydən ibrət götürəcəksən. Hər bir şey. Baxma ki, bu ayə bəzən görürsən ki, insanlara ayə deyirsən, deyir ki, bu kafirlərə aiddir. Qardaşım, kafirlərə aiddir, bəli. Lakin müsəlman ondan ibrət alınmalıdır. İbrət almalıdır ki, o şeylərə, o siniflərdən uzaq dursun. Nəaldu billah, bizim də üzərimizə hasıl ola bilər. Allahın əzabından kim yaxa qurtara bilər? Və fikir verin, sahabələrin onların bir-birlərinə tövsiyə etdikdə, nəsihət etdikdə, onların bir-birlərini çəkindirmələrinə fikir versəz, o ayələrlə çəkindirirdilər. Məsələn, sahabələrdən biri bir gün görür ki, birinin üzərində təmimə var. Və ona yaxınlaşıb Allah Taala'nın bu ayəsini oxuyur ki, Allah Taala Quran-Kərimdə buyurur ki, onların çoxu Allaha şirk qoşaraq ibadət edərlər. Bu ayə kimin üçün nazil olub? Müşriklər üçün. Niyə onda sahabəyə dedi? İbrət alması üçün. Birdən ibadətində təhlükəyə düşərsən. O taxtığın şey birdən səni ibadətində təhlükəyə salır. Və Allahdan qeyrilərinin ibadət etməkdən çəkin. Və həmçinin Abdullah ibn Omar oğlu danışır ki, bu misalı çəkmişik, hansı ki, gecə namazlarına qalxanda evin içində ağlayırdı. Oğlu danışır ki, deyir ki, atam deyir, evin içində Allah Taala'nın bu ayəsini "Talhu vucuhahum nar və hum fiyha kalihun." Allah Taala Quran-Kərimdə buyurur ki, alov onların üzünü yaladıqca onlar dişləri ağıra qalır. Necə ki, o üzünüzdən iraq görürsünüz, o heyvanın başını ütəndə, hansı ki, mal ya qoyun, bunların başını ütəndə istər-istəməz o əzəllər yığılır istidən, hərarətdən və dişləri ağrı qalır. Allah Taala görün nəyi misal çəkir. Deyir, cəhənnəm əhlinin od üzlərini yaladıqca o cür dişləri ağrı qalır. Və deyir ki, evin içində ağlaya-ağlaya o tərəf bu tərəfə gedirdi. Fikir verin, bunlar fəzilətli nəsillər olub, qardaşlar. Allah Rasulü bunlar barəsində nə deyirdi? Ən xeyirli nəsil mənim nəslimdir. Thummellezine yalunhum, thummellezine yalunhum. Və sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlər. Ona görə də sizin müsəlman olmağınız, tövhid əhli olmağınız, bu gün hansısa, məsələn, kimlərsə Allahdan qeyrisinə şərik qoşur, onlara baxıb əlinizə vurub gülməyiniz sizi yəni arxayınlaşdırmasın. Sizi arxayınlaşdırmasın. Sən ona görə həyatında yaşadığın müddətcə ölənə qədər Allahın dinini öyrənməlisən, Allaha ibadət etməlisən. Gözəl şəkildə. Və heç vaxt bu cür şeyləri görüb, yəni bu şeylərdən ən azından ibrət çıxartmaq lazımdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də burada örnək çəkir. Hafizəhullah. Allah Rasulü gözəl əxlaq üzərində idi. Allah onu müjdələmişdi. Bundan Peyğəmbərin xəbəri yox idi. Var idi sallallahu aleyhi və səlləm. Buna baxmayaraq, Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın onu kamil etməsinə, ona ədəb verməsinə və əxlaqını o dərəcədə də gözəlləşməsinə baxmayaraq ki, sanki o, Şeyx Hafizullah buyurur ki, sanki o xalis qızıla çevrilmişdi sallallahu aleyhi və səlləm. Hətta xalis qızılın özü kimi olmuşdu sallallahu aleyhi və səlləm. Buna rağmen Allah Nəbisi sallallahu aleyhi və səlləm bu cür dua edirdi. Fikir verin. Gecə namazına qalxdıqda Allahum məhdini li əhsənil əxlaqi la yəhdi li əhsənihə illə ənd vasrif anni seyyiəhə la yasrifu anni seyyiəhə illə ənd. La iləhə illallah. Görün nə gözəl dua edirdi sallallahu aleyhi və səlləm. Baxmayaraq ki, uca əxlaq üzərində idi. Allah müjdələmişdi onu. Buyurur ki, Allahım, məni əxlaqın ən gözəlinə yönəlt, hidayət elə. Onun ən gözəlinə səndən başqa yönəldən yoxdur.
Əxlaqın pisindən də məni uzaqlaşdır. Ondan səndən başqa uzaqlaşdıran yoxdur. Baxın, bu Rasulullah sallallahu aleyhi ve sellemin Allahın ona müjdə verməsinə baxmayaraq etdiyi dua idi qardaşlar. Və bu duaya bizim bugün hava və su kimi ehtiyacımız var. Baxırsınız, ümmət elhamdülillah, qardaşlar və digərləri, müsəlmanlar bidətdən uzaqdırlar, baxırsan, şirkdən uzaqdırlar, Allaha həmd olsun, gözəl. Lakin əxlaqa baxdıqda sinifdə qalırlar. Yəni sinifdə qalırıq. Ona görə bu duaları çoxaltmaq lazımdır. Xüsusən də bu duanı Peyğəmbər sallallahu aleyhi ve sellemin etdiyi duanı. Və sonra buyurur ki, İnne bi husnil xuluqi yebluğur raculu indallahi rabbil alemin derecətes saimi el-qaim. Həqiqətən də insanın gözəl əxlaqı insanı hansı səviyyəyə çatdırır? Allah katında insanı gündüzləri oruç tutub, gecələri namaza, ibadətə qalxanların dərəcəsində də qaldırır qardaşlar. Baxın gözəl əxlaqın fəzilətinə. Baxın gözəl əxlaqın fəzilətinə. Və qalel Mərdavi rahimehullah. Mərdavi rahimehullah buyurur ki: Husnul xuluqi, gözəl əxlaq. Gözəl əxlaq odur ki, gözəl əxlaqı tərif edir. Ən yekune səhləl arikəti, leyyinəl canibi, talqal vəchi, qalilən nufuri, tayyibel keliməti. Gözəl əxlaq nədir? Məvardi rahimehullah buyurur ki, gözəl əxlaq odur ki, insanın mülayim xasiyyətli olması, yumuşaq təbiətli olması, gülərüz olması, az inciyən və xoş sözlü olmasıdır. Gözəl əxlaqlı olmaq nə deməkdir qardaşlar? İnsanın mülayim xasiyyətli olması, yumuşaq təbiətli olması, gülər üzlü olması, az inciyən olması və xoş sözlü olmasıdır. Və budur gözəl əxlaq. Və həmçinin buyurur ki, Qaləl Əhnafu İbn Qeysin, deməli, Əhnəf ibn Qeys rahimehullah deyir ki, Ələ uxbirukum bi ədva iddə, sizə xəstəliklərin ən ağırı barəsində xəbər verimmi? Deyirlər ki, qalu bələ, əlbəttə, xəbər ver, bundan xəbər tutaq. Buyurur ki, qalə əl-xuluqud-dəni vəl-lisanul-bədi. Buyurur ki, aşağı əxlaq, yəni xəstəliklərin ən pisi aşağı əxlaq və söyüşçül dildir. Yəni insanın ədəbsiz kəlmələr işlətməsi. İnsan üçün, insan üzərinə baş verən ən ağır xəstəliklərdəndir qardaşlar. Aşağı əxlaq olması insanın və dilinin Allahı razı salmayan o kəlmələri ifadə etməsidir. İstər bu qəzəb anında olsun, istər hansı halda olursan ol qardaş. Heç bir hal sənə üzr qazandırmır ki, sən yəni bu cür dilini pis sözlərlə məşğul eləyəsən. Və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, özünün iman kitabında, Mə həmməl abdu bihi minəl qavlil həsəni vəl amelil həsəni fə innəmə yuktəbu ləhu bihi həsənətun vahidə. Buyurur ki, Şeyxülislam, qulun niyyət etdiyi hər bir gözəl söz və gözəl əməl üçün ona mütləq bir səbəb var. فإذا صار قولا وعملا كتب له 10 حسنات إلى 700 وذلك للحديث المشهور في الهم. Və buyurur ki, əgər bu niyyət sözə və əmələ çevrilsə, onun üçün 10 savabdan 700 qatına qədər yazılır. Və bu da niyyət barədə məşhur hədisə əsaslanır. Və fikir versəz, Şeyxülislam İbn Teymiyyə rahimehullah sözünün muradı, məqsədi nədir? Mə həmməl abdu bihi minəl qavlil həsəni vəl amelil həsən. Deyir ki, qulun dərdi səri, işi gücü, niyyətində, hələ bu əmələ keçməyib ha, niyyəti gözəldir. Niyyətində nə var? Niyyətində o var ki, gözəl söz və gözəl əməl etmək. Məsələn, sən niyyət etmişsən ki, gözəl söz danışacaqsan. Birisinə gözəl söz deyəcəksən. Birisini Allaha dəvət edəcəksən. Sözlərin ən gözəli Allaha dəvətdir qardaşlar. Və Rasulullah sallallahu aleyhi ve sellem hədislərini danışacaqsan.
Allah Taala'nın ayələrini danışacaqsan. Və yaxud da birini onu düşdüyü sıxıntıdan dilinlə nəsihət edib onu qurtaracaqsan. Bunlar hamısı gözəl sözün əhatə etdiyi hər bir şey. Quran oxuyacaqsan, zikr edəcəksən. Hələ bunu əmələ tökməmisən. Hələ sənin niyyətindədir. Fikir ver. Şeyxülislam deyir ki, hələ bu sənin niyyətində ola-ola sənin artıq bir savabın var. Artıq bir savab yazıldı. Lakin bunu əmələ və sözə gətirsən, sənin qazanacağın savab 10 qatdan 700 qata qədər artır. Hətta ondan da artıq. Və nə qədər olduğunu da Allah Taala bilir. Ona görə də diqqətli olmaq lazımdır əziz qardaşlar. İnsanın danışığı onun əxlaqını ortaya çıxardan ən böyük amildir. Nə qədər gözəl söz danışacaqsan, insanlara gözəl sözlə gedəcəksən, eləcə də Allah qatında və insanlar qatında hörmətin olacaq. Allah Taala səni müvəffəq edəcək. Əgər danışacaq xeyir bir sözün yoxdursa, o zaman da sus. Hətta mübah kəlamları da çoxaltmağa çalışma. Çünki bu qiyamət günü ya sənin əleyhinə olacaq, ya leyhinə. O da məsələyə baxıldıqdan sonra. Bəzən görürsən ki, insanlar, yəni bunu sadəcə ədəbləndirmə babında deyirəm, nəsihət xarakterli deyirəm qardaşlar. Bəzən görürsən ki, qardaşlar gedirlər namazdan sonra, işa namazından sonra xüsusən. Ola bilsin yorğunluq var, iş güc, qardaşlarla görüşə bilməmək. Bu adi haldır. Sadəcə buna çox şəkildə, davamlı şəkildə etmək yaxşı deyil qardaşlar. Çünki siz hər dəfə oturanda nəfsiniz bir-birinizə nəsihət etməkdən yorulacaq. Və bu yorğunluqdan sonra, yəni o nəsihətdən yorulandan sonra ortaya nə gələcək? Mübah danışıqlar. Hətta bu səni bilmədən qeybətə də apara bilər. Əgər dilini nə ilənsə məşğul etmək istəyirsənsə, eyb etməz. Allahın zikrinə məşğul et. Qoy Allahın zikrinə dilin məşğul olsun. Dünyada da hörmətli olacaqsan, axirətdə də. Dilini məşğul etmək istəyirsənsə, Quran-ı Kərimi oxu. Dilini məşğul etmirsə, Allah Resulü sallallahu aleyhi və səlləm hədislərini oxu. Biz bu saadətin, qurtuluşun, nicatın, hər şeyin, xoşbəxt olmağın yollarını bilirik. Sadəcə problem orasındadır ki, tətbiq eləyə bilmirik. Tətbiq eləməkdən ötürü nə lazımdır? İşə namazından çıxdın, boş vaxtın var, ya oturursan məsciddə, ya evdə, ya qayıdırsan əhlinin üzərinə, onlara dinini öyrədirsən, əgər yorulmuşsansa oturursan, Quran oxuyursan, Allahı zikr edirsən, bu cür şey. Müsəlmanın həyatı bundan ibarət olmalıdır, qardaşlar. Müsəlmanın həyatında qeybət olmamalıdır. Müsəlmanın həyatında gedək çayxanada oturaq, filan dövlət filan kəsi vurdu, filan adam üzr istədi, çıxdı, bu onu bellədi, bu bunu belə. Müsəlmanın gündəliyində belə şeylər olmamalıdır, qardaşlar. Müsəlman şəxs şərəf sahibidir, ləyaqət sahibidir, izzət sahibidir. Bəzən soruşulur, sual edilir. Müsəlmanların izzəti bugün niyə aradan qalxıb? Artıq bu günləri müsəlmanların qanını axıtmaq sanki çeşmədən su axıtmaq kimi bir şey olubdur. Adi bir haldır yəni. Niyə görə müsəlmanlar bu qədər izzətdən düşüblər? İzzət əldən gedib. Müsəlmanların övladlarını asanlıqla öldürürlər. Müsəlmanların qadınlarını dul buraxırlar. Uşaqlarını yetim buraxırlar. Ailələrini başsız buraxırlar. Bu çox asan olub artıq. Yəni heç kim də soruşmur ki, yəni niyə görə öldürüldü? Müsəlman öldürmək bu gün yəni çox asandır. Kafirlər üçün asandır yəni. Niyə bu cür olub? Niyə izzət gedib əldən? Elə bax bu xırdalıqlara görə qardaşlar. Siz elə zənn eləməyin ki, Allah Taala izzəti əldən aparmaq deyəndə birdən-birə insanın mücərrəd olaraq kafir olması anlamına gəlmir. Yəni bu gün yatdın, sabah din əldən getdi. Xeyr qardaşlar. Müsəlmanlar nə qədər lağlağı məclis qurduqca, müsəlmanlar nə qədər lağlağı məclislərə meyl elədikcə, müsəlmanlar nə qədər o haramlardan uzaq qalmadıqca, sosial şəbəkələrdə qadınlarımız, qızlarımız, bacılarımız, analarımız, o müsəlman qadınlar öz izzətlərini o sosial şəbəkələrdə xarşladıqca, müsəlmanlar izzəti hardan tapsınlar ki? Müsəlman gedir oturur çayxanada, ikinci cemaat namazına gedir məsciddə. Sən sonra izzət istəyirsən Allahdan. Müsəlman gedib Quranı oxumağı öyrənməkdənsə, gedir oturur boş-boş danışıqlara qulaq asır. Vaxtını öldürür hardasa.
10 ildir, 15 ildir, 20 ildir namaz qılır, Allahın kitabını oxuyamır. Və sonra da oturur, problem həll etməyə çalışır. Fələstində belə oldu, ay bunları Allah belə eləsin. Yadınızdan çıxartmayın qardaşlar. Bir yerdə bir müsəlmanın, hətta bir toplumda Allah Teala bir kəsin etdiyi günaha görə o toplumun bütününü cəzalandıra bilər. Ona görə tək elə bilmə ki, sənin etdiyin günahlar, o laqeydlik, Allahın dininə olan laqeydliyin təkcə sənin özünün şəxsinə aid olan bir məsələdir. Xeyr. Sənin o etdiyin günah bu müsəlmanlara izzətdən salır. Allah Taala'dan yardım gəlmir. Maraqlı deyil niyə? Nə qədər ki insanlar günahlarla mübtəla olacaqlar, bu cür olacaq qardaşlar. Təsəvvür edin, bir gəmidəsiz. Və alt təbəqədə birisi, gəminin içərisində su yoxdur. Alt təbəqədə də birisi deyir ki, gəl bu altdan bir dənə deşik açım, qoy suyu oradan elə rahat götürək də. Siz onu çəkindirməsəz, o etdiyi şeyin düzgün olmadığını, doğru olmadığını ona deməsəz, nə olacaq nəticədə? Gəmidə olanların hamısı batacaq. Və Allah Teala bəzən görürsünüz ki, bir insanın etdiyinə görə toplumu cəzalandırır. Ona görə də sən fikirləş ki, sənin etdiyin hər bir şey həm sənin özünə görədir, həm də müsəlmanlara görədir. Necə ki, Musa aleyhisselam o yağış duasına çıxanda niyə görə Allah Teala qəbul etmədi birbaşa o yağış duasını? Çünki onların içərisində bir günahkar var idi qardaşlar. O Allahı tövbə etdikdən sonra, qayıtdıqdan sonra nicat tapdılar. Bu misallar ona görə çəkilir ki, insanlar ibrət alsınlar qardaşlar. Həyatınızı çalışın İslam'a görə yaşayın. İslam'ı öz həyatınıza görə yox. Allah Teala bizləri dilimizlə imtihan etməsin. Dilimizdə və əməlimizdə və qəlbimizdə və gizlinimizdə də təqvalı olmadan etsin. Rabbim dilimizi qorumağa kömək etsin. Allahümme amin. Velhamdülillahi Rabbil alemin.